mən yanılmamışam əlbəttə Arifə Hə deməkdə. Ariflə ailə qurmaqda. Çünki yenə də o məni başa düşür. Bilirsiniz də, musiqiçi biraz həssas olur, musiqiçilər. Biraz kaprizləri də olur. Kim daha çox kaprizlidir, siz yoxsa Arif müəllim? Kim kimə dözür bəzən? Bəzən. 50-50-yə istərdim deyim. O da mənə dözür, mən də ona dözürəm. O, belə baxırsan, sakit adamdır. Hamı onu sakit bilir. Ancaq ev başqa şeydir. Evdə. O, mən düşünürəm ki, lap elə də sakitdir. Şəfqət xanım, deyirsiniz ki, Arif müəllim mənə heç vaxt səni sevirəm sözünü deməyib. Amma mən də eşitmək istəyirəm axı, bu kəlməni də işlədirsiniz. Hə, demişəm. Onu da demişəm. Onu da hardan bilirsiniz, bilmirəm. Ancaq Bəs özünlə danışmamısınız heç. Amma bir söz də deyim, qadınlar çox az məqamlarda olur ki, qarşı tərəfin sevgisinə əmin olurlar. Amma siz Arif müəllimin sevgisinə eyni zamanda əminsiniz. Doğru. Sevgini həm də dildə demək yaxşıdır, yoxsa əməldə göstərmək? Hansı daha önəmlidir? Əməl. Nə çox deyən sevirəm səni, sevirəm səni. Əməl ən birincidir. Əməldə göstərib doğruldum özünü, deyim sizə. Ancaq, amma o da lazımdır da. Sözdə də lazımdır. Sözdə də lazımdır da. Heç deməyib, bu neçə ildir ailəlisiniz? Neçənci il? 44 il. 80-ci ildən 44 il heç deməyib. Xeyr. Mən növbəti verilişdə Arif müəllimə deyəcəm, efirdən sizə o sözü desin. Deməyəcək. Deməyəcək. Heç özünüzü yormayın. Baxarıq. Baxarıq. Şəfiqə, mən səni hamından çox sevirəm.